Ölüm qaçınılması mümkün olmayan bir həqiqətdir. Düşünsənə əziz müsəlman, bugün yanımızda bir müsəlman can verəsi olsa, bir müsəlman canlı tapşırası olsa, biz ona qarşı necə davranmalıyıq? Biz pak şəriətimizin bizə öyrətdiyi əhkamlarla mı davranırıq? Yoxsa bu adətlərə, bu xurafatlara, bu bidətlərə bulaşırıq? Biz bu dərslərdə nəyi öyrənəcəyik uca Allahın izni ilə? Can verən insan, onun yanında dayanan müsəlman nə şəkildə davranmalıdır? İnsan canını tapşırdıqdan sonra ətrafında olanlar hansı prosesi həyata keçirilməlidir? Və bu məsələdə şəriət bizə nəyi əmr edir? Allahu Ekber, Allahu Ekber. Bismillahirrahmanirrahim. Və bihi nəstə'in. Və salatu alə rasulihil əmin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Əziz və dəyərli müsəlmanlar, uca Allahın izni ilə tərk olunmuş vaciblər dərsləri silsiləsindən A-dan Z-yə cənazə, yəni əvvəldən sona qədər cənazə dərslərini başlamağı düşünürük. Uca Allahın izni ilə bu dərslərimizdə cənazənin hansı əhkamlar üzərindən yuyulması, kəfənlənməsi, dəfn olunması və sonda İslamda təziyə, xalq arasında hüzür mərasimi adlanan bu mərasim, bu təziyə nə şəkildə qəbul olunur, bu barədə, bu dərslərdə bu mövzulara toxunmağa çalışacaq. Bildiyiniz kimi, uca Allah Kitab-ı Kərimində hər bir nəfsin ölümü dadacağını bizlərə buyurmuşdur. Ölüm qaçınılması mümkün olmayan bir həqiqətdir. Ölüm hər bir kəsin üzləşəcəyi bir həqiqətdir. Ölüm elə bir həqiqətdir ki, hətta ölüm mələyinin özü belə bu ölümü dadacaq. Bir müsəlman ölümə hazır olduğu kimi, eyni zamanda ətrafında bu ölüm hadisəsi ilə üzləşilən vaxtı ətrafında olan müsəlmanlara qarşı necə davranmağına da hazır olmalıdır. Düşünsənə, əziz müsəlman, bugün yanımızda bir müsəlman can verəsi olsa, bir müsəlman canlı tapşırası olsa, biz ona qarşı necə davranmalıyıq? Bu mövzuda yetərincə adətlər, bidətlər, xurafatlar var. Bəs biz bunların hansı ilə əməl edirik? Biz pak şəriətimizin bizə öyrətdiyi əhkamlarla mı davranırıq? Yoxsa bu adətlərə, bu xurafatlara, bu bidətlərə bulaşırıq? Əfsuslar olsun ki, illərlə İslamda olmasına rəğmən hələ də müsəlmanların bu cənazə əhkamlarından cahil qalması çox üzücü bir haldır. Və bugün bir müsəlmanın yanında digər bir müsəlman can verəndə hansı şəkildə davranacağımızı bilmirik. Biz bu dərslərdə nəyi öyrənəcəyik uca Allahın izni ilə? Can verən insan, onun yanında dayanan müsəlman nə şəkildə davranmalıdır? İnsan canını tapşırdıqdan sonra ətrafında olanlar hansı prosesi həyata keçirilməlidir? Və bu məsələdə şəriət bizə nəyi əmr edir? Həmin cənazənin sonradan yuyulmağa götürülməsində əhkamlar necədir? Diqqət edin, əziz müsəlmanlar. Hətta bir insanın atası, qardaşı, anası vəfat edir. Bir müsəlman onu yuya bilmir. Bir müsəlman onu kəfənləyə bilmir. Bu çox acınacaqlı bir durumdur. Bu ibadət, bu cənazəni yumaq, kəfənləmək, dəfn etmək, bu fardul kifayədir. Yəni, bir topluma vacib olan, bir toplum etdikdə digər müsəlmanların üzərindən məsuliyyəti qalxan bir vacibdir. Əgər bizlərdən birisi bunu haqqı ilə yerinə yetirməsək, bu vacibin məsuliyyəti hər bir müsəlmanın üzərində qalır. Bu dərslərin həyatımızdakı əhəmiyyəti ölümün qaçınılmaz olduğu kimi əhəmiyyətlidir. Və biz hansı cənazə nə şəkildə yuyulur bilmirik. Məsələn, başsız bir bədən nə şəkildə qusullanır, cənazə qusulu verilir. Və yaxud da bir müsəlmanın avtoqazadan yalnız ayaqları qalıb.
bu ayaqlar nə şəkildə yuyulur, nə şəkildə kəfənlənir, necə dəfn olunur? Və yaxud bir müsəlman həyatda ikən hansısa bir əzası kəsilərək ondan götürülür. Bu əzanın hökmü nədir? Bu əza nə şəkildə qusullanır ya qusullanmır, nə şəkildə dəfn olunur? Biz hələ də bunlardan cahilik. Və biz məqsədli şəkildə bunlardan istifadə edən, insanların maariflənməsindən, elmsizliyindən, bu məsələdə bilgisizliyindən istifadə edən biz zümrənin xurafatlarla, bidətlərlə insanlara hansı zərərlər verdiyinə şahidik. Bugün cəmiyyətimiz bu həssas dönəmdə ki, bir insanın yaxınlarından birisi vəfat edəndə, bu onun üçün çox həssas bir vaxtdır. O insan o anda nə edəcəyini bilmir. Və bundan məharətlə istifadə edən bəzi dırnaqarası dindarlar insanların bu həssas zamanlarında onların mallarını ələ keçirtməklə məşğuldurlar. Hansı ki, İslam cəmiyyətində hər bir müsəlmanın bu əhkamları bilməsi gərəkir. Biz bu dərsləri keçməklə uca Allahın izni ilə cəmiyyətimizdəki müsəlmanları maarifləndirməyi hədəfləmişik. Allahın izni ilə dərslər kiçik və silsiləli şəkildə aparılacaq. Dərslərlə bağlı hər bir 3-4 dərsdən bir yaranmış suallar da sual-cavab rubrikasında cavablandırılacaq. Allah hər birinizdən razı olsun. Doğru Allahdan, yanlış məndən və şeytandandır. Allahu Ekber, Allahu Ekber.